Salam əziz və dəyərli şagirdlər. Təhlillər sistemini davam etdirək. 54-cü sualda niyə belə oldu? 54-cü sualda bizə x kvadrat, y kvadratını soruşur. Demək, burada yenə də baxırıq ki, hansını fərqli əks işarə gətirə bilərik. -3-ü 2-yə vurarıq, 2-ni isə 3-ə vurarıq. Yəni 2 ilə 3-ün belə fikirləşirsiniz ki, ortağı nədir? 6. Bu müsbət 6 olanda bu mənfi 6 olması lazımdır. Ona görə yuxarını 2-yə vururuq, aşağını isə 3-ə. 2-yə vurduq, 8x çıxılsın 6y bərabərdir 12. Aşağıdakı tənliyin hər tərəfini 3-ə vursaq, 9x üstəgəl 6y bərabərdir 39-a. Sistemi alıb toplasaq, buradan 6y'lərimiz gedir. Qalır əlimizdə 17x bərabərdir 51. X isə bərabərdir 51-i 17-yə bölsək 3. Götürüb sonra 3x-i yerinə qoyarıq. Tutaq ki, ikinci tənlikdə yerinə qoysaq. İkinci tənlikdə yerinə qoysaq 3x. X-in yerinə yazaraq 3. 3 vur 3. Üstə gəlsin 2y bərabərdir 13. Onda 2y də bərabərdir 13-dən 3-ə vuranda 9 eləyər. 9-u sağa atsaq çıxarıq 9-u. Bu da eləyər 4. Onda y də bərabərdir 4 böl 2. Cavabımız olar 2. Bizdən kvadratlar fərqini soruşur. 3-ün kvadratı 9, 2-nin kvadratı 4. Cavab oldu 5. Sonra keçirik 5-ci suala. Görək burada nə edərik. Burada isə baxırıq ki, aşağıdakı 4x-dir. Yuxarıda -4 olması lazımdır. Onda biz bunu -2-yə vurarıq. -2-yə vursaq yuxarını alınacaq bizdən -4x çıx 10y bərabərdir -50. Aşağıdakı isə olduğu kimi 4x üstəgəl 3y bərabərdir 15. Sistemi alıb toplasaq 4x-lər gedər. Qalar -7y bərabərdir. -50-ni 15 toplasaq -35. Deməli, bunları toplayırıq, bunları toplayırıq. Y-imiz də bərabərdir. -35-i -7-yə bölsək cavabımız olar 5. Y-i 5 tapandan sonra gətirib yerinə qoyaq. Tutaq ki, yenə ikinci tənlikdə qoysaq. 4x üstə gəlsin 3 vur 5 bərabərdir 15. 3-ü 5-ə vuranda 15 eləyir. 4x bərabərdir. 15-i sağa atsaq 15 çıx 15 0 edər. Onda x də bərabərdir 0 böl 4 bərabərdir 0 edər. X-imiz də 0-dır, y-imiz də 5-dir. Bunların kvadratlarının fərqini soruşur. 0 çıx 25. Daha doğrusu bunların cəmini soruşur. Mən o bu sistemə baxdım, cəmi soruşur. Yəni 5 ilə də 0 toplasaq cavabımız olar 5. Burada cavab 5 alındı. 56-cı suala baxaq. Kvadratlar fərqi 13-dür. 56-da. Kvadratlar fərqi 13 isə biz bunu a çıx b, a üstəgəl b şəklində yazsaq, bərabər 13-ü də 1 vur 13 kimi yazandan sonra a çıx b-yə 1 deyəcəm, a üstəgəl b-yə isə uşaqlar 13 deyəcəm. Yəni burada 2 dənə vuruq varsa, sağda da 2 vuruq varsa, çıxma azalır. Azalmaya görə az olanı 1-i çıxmaya veririk. Toplamda isə çoxalır. Deməli, toplama zamanında çox olan 13-ü veririk a üstəgəl b-yə. Və sistemi alıb toplayırıq. Sistemi alıb toplayanda b-lər gedir. Qalır əlimizdə 2a bərabərdir. 1 ilə 13 toplasaq 14. A da bərabərdir. 14-ü 2-yə bölsək cavab eləyər 7. Gətirib yerinə qoyuruq ki, 7-nin üstünə neçə gəlsə, 7-nin üstünə b gəlsə 13 eləyər. Onda b də bərabərdir. 13-dən 7 çıxsaq cavab olar 6. Və bizə deyir ki, bu ədədlərin hasilini tapın. Yəni 6-nı da vuraram 7-yə. Bərabərdir 42. Bunu şifahi eləyə bilərsiniz, əgər açıq sual olmasa. Deməli, həmişə kvadratlar fərqini sadə ədəd kimi verəndə bunlardan biri mütləq 1 olur, biri isə 13 olur. Fərqi 1 o deməkdir ki, yəni bunlar ardıcıl gələn ədədlərin olduğunu göstərir. Və fikirləşir ki, hansı iki ardıcıl ədədin hasili 13 verər? O da təbii ki, 6 ilə 7-dir. 57-ni də eyni bu cür işləyə bilərsiniz və orada da belə deyək ki, fikirləşir ki, hansı ardıcıl ədədlərin cəmi 17 verir.
O da 8 ilə 9-dur. 8-i 9-a vursaq, cavabımız eləyər 72. Ya da bir dəfə x y-ə 1, x y-ə 17 deyib işləyəcəksiniz. Toplayanda y-lərimiz gedər, qalar 2x bərabərdir 18, x də bərabər 18-i 2-yə bölsəz, eləyər 9. X-in 9-u gətirib yerinə qoyuram. 9-un üstü neçə gəlsəm, 9-un üstü neçə gəlsəm 17 eləyər. Onda y-im də bərabərdir. 17-dən 9-u çıxırıq, tapırıq ki 8-dir. Yenə eyniyə gəlir. 8-dən 9-un hasılı eləyir 72. Keçirik 58-ə. 58. Tərniklər sisteminə görə x kvadratın y kvadratının cəmini soruşur. Bax, görək hansını buradan, hansı dəyişəni yox eləyək. Mənfi müsbət olan yerə baxaq. 3 ilə 2-dir. Deməli, 3 ilə 2-nin ortağı 6-dır. Bu 6-ya gələndə bu da mənfi 6-ya gəlməsi lazımdır. Onda bu 2, mənfi 2 var deyə mən bunu 3-ə vurmalıyam. Burada isə 3 var deyə bunu 2-yə vurmalıyam. Vuraq, baxaq görək nə alınır. 3-ə vurduq, 9x çıxılsın 6y bərabərdir 24. Aşağıda da yenə 4x üstəcə 6y bərabərdir 2. Topladıq, 6y'lər getdi. 13x bərabərdir 26. X də bərabərdir 26-nı böldük 13-ə. 13-ə, o da bərabərdir 2-yə. X-i 2 tapandan sonra gətirib tənliklərdən birinə yerinə qoyaq. Məsələn, qoyaq ikinci tənlikdə 2 vurulsun 2, üstə gəlinsin 3y bərabərdir 1. Onda 3y bərabərdir 1 çıxılsın. 2-ni 2-yə vuranda 4 eləyir. 4 atıq sağa olur, çıx 4. Bu da verir mənfi 3. Onu da y tapmaq üçün də mənfi 3-ü 3-ə bölərik. O da eləyər mənfi 1. X-imiz 2, y-imiz mənfi 1-dir. Bunların kvadratlarının cəmini soruşur. Yəni 2-nin kvadratı ilə mənfi 1-in kvadratını. 2-nin kvadratı 4, mənfi 1-in kvadratı 1. Toplasaq verər bizə 5. 59 eynisidir. 60-a baxaq. Biri 60 necə işləyərik. Eyni olanları işləməyəcəm uşaqlar, çünki vaxt çox gedir. Həm də video bəzən çəkirəm, yarımçıq dayanır. Ona görə hər tipdən bir misal izah edəcəm. Çalışın ki, oxşarları siz özünüz sərbəst işləyəsiniz. Gəldik 60-cı suala baxırıq. Burada isə baxırıq ki, tənliklərin biri 1 dərəcəli tənlik, yəni x, y 1 dərəcəlidir. İkincisində kvadratlar var, yəni 2 dərəcəlidir. Buna deyirlər, biri 1 dərəcəli, biri 2 dərəcəli olan tənliklər sistemi. Bəs nə etmək lazımdır? Burada 1 dərəcəli tənliyi kvadrata gətirmək lazımdır. Yəni, hər tərəfi, sağ və sol tərəfini, hər iki tərəfini kvadrata yüksəltməliyik. Kvadrata yüksələndə 2x-in kvadratı olacaq 4x-in kvadratı üstə gəl. 2ab, yəni 2 vur 2x üstə gəl, vur y üstə gəl, bir də y-in kvadratı bərabərdir 4-ün kvadratı, yəni 16-ya. Onda 4x kvadratla y kvadratın yerinə baxırıq ki, ikinci tənlikdə bizə 4x kvadrat, y kvadratın qiymətini 14 verib. Biz də bunların əvəzinə 14 yazsaq, 14 üstə gəlinsin, 2-ni 2-yə vuranda 4x, y bərabərdir 16-ya. Buradan 4x, y bərabərdir 16-dan 14-ünü çıxarıq. Cavab eləyər 2. Onda x, y də bərabərdir 2-ni bölərik 4-ə. O da eləyər 2-də 1, yəni 0,5. 0,5. Eyni də 61-də kvadratda yüksəldəcəksiniz, işləyəcəksiniz. 62. Kəsirləri gördük, ağlımıza tənasüb gəlir, çarpaz vuraq. A vur B bərabərdir 3. Bir də A üstə gəl B-ni bizə verib 4. Və bizdən kvadratlarının cəmini soruşur. Kvadratların cəminin cəmlə olan düsturu A üstə gəlinsin B kvadratı çıx 2AB. Müxtəsər vurma düsturlarının əlavə düsturlarıdır bu. Deməli, burada baxırıq ki, A üstə gəl B-ni mənə verib 4. Yəni 4-ün kvadratı çıx 2 vurulsun. Hasil də bizə 3 verib. O da bərabərdir 16 çıx 6 bərabərdir 10-a. Deməli, cəmin yerinə 4 qoyduq, hasilin yerinə isə
3 qoyduq. 63 də eynisidir. Sadəcə burada fərqi var. Gəlin onu da yazaq. Çarpaz vurduq. A vur B bərabərdir 4. A çıx B'miz isə 2-dir. Kvadratlar cəminin ikinci düsturu. Yəni A kvadratı üstə gəl. B kvadratının bayaq yazdığımız cəmdən olan düsturudur. İndi isə fərqlə yazırıq. A çıx B'nin kvadratı yazırıqsa, onda üstə gəl 2AB yazmalıyıq. Yəni işarələr burada növbələşir. Onda A çıx B'ni bizə burada 2 verib. A çıx B'nin yerinə 2 qoyuruq. 2-nin kvadratı üstə gəl. 2 vur. Hasının yerinə 4 verib. O deyir 4. Üstə gəl 8 bərabərdir 12. Cavabımız olacaq 12. Sorum 64. 64 tipli misallarda cəm soruşanda birinci adi cəmliyin görün, yəni rahat bir rəqəm alınırsa, orada heç x, y ayrı-ayrı tapmağa ehtiyac qalmır. 7 ilə 3 toplasaq alınır 10x, üstə gəlinsin. 4 ilə 6-ını toplasaq 10y, 8 ilə 22-ni toplasaq 30. Baxırıq ki, hər tərəfi ona bölmək olur. Onda x üstəgə y də bərabərdir 3 alınır. Elə bizdən x üstəgə y soruşurdu. Cavab eləyər 3. 65-ci suala baxaq. 65. Deməli, burada yenə biri kvadratlıdır, biri kvadratsızdır. Məsələn, uşaqların ağlına gələ bilər ki, biz bunu kvadrata yüksəldək. Amma bir dənə baxırıq ki, bu kvadratların fərqidir. Fərqi olanda uşaqlar, yəni o cəm olsa əgər, kvadrata yüksəltməyə ehtiyac var. Burada isə kvadratların fərqidir. Biz belə bir düstur keçmişik ki, kvadratlar fərqi həmin iki ədədin cəminin və fərqinin hasilinə bərabərdir. Yəni 9x kvadrat 3x-in 4y kvadrat isə 2y-in kvadrat olduğuna görə biz bunu bir dəfə 3x çıx 2y, bir dəfə də x üstə gəl 2y şəklində yaza bilərik. Bu bərabərdir 14-ə. Sonra baxırıq bizdən cəmini soruşur. Cəmini soruşursa mən gələ onda fərqini də bilim. Fərqini bilmək üçün ikinci tənliyə müraciət edirəm. Baxıram görürəm ki, burada 1,5x-dir, amma mötərizdə isə 3x-dir. Deməli ki, bunun hər tərəfini 2-yə vurmalıyam. 2-yə vuranda olur 3x, çıxılsın 2y, bərabərdir 2. Deməli, mən çıxmanın yerinə 2 qoymalıyam. Çıxmanın yerinə 2 qoyanda, onda yazırıq 2 vurulsun, 3x üstə gəl 2y, bərabərdir 14. Onda 3x üstə gəl 2y-in nə bərabərdir? 14 bölünsün 2. O da neçə eləyir? 7. 66-da yenə eynisini yazacaqsınız. Keçirik 67-yə. A və B natural ədədləri üçün bu bayaqki misaldır. Fərq və cəmi hazır özü yazıb. Bayaq kvadratlar fərqi kimi yazmışdı. İndi daha açıq aydın yazıb. Və 23-dürsə ardıcıl ədədləri tapmalıyıq. Hansı iki ardıcıl ədədin deməli, cəmi 23 eləyər. Bu da 11 ilə 12-dir. Amma durub hər işləsəz, çünki açıq sualdır. Buna 1 vur nə kimi yazmalısınız? 23 kimi. Fərqinə 1, hasilinə nə kimi verəcəksiniz? 23. Cəminə isə 23 kimi verəcəksiniz. Baxaq onda. Olur A çıx B bərabərdir 1. A üstə gəl B bərabərdir 23. Topladım. B'lər getdi. Qaldı 2A bərabərdir 24. A da bərabərdir 24-ü 2-yə bölsək 12. A-nı 12 tapandan sonra yerinə qoyuram. 12-nin üstə neçə gəlsəm 23 edər. B bərabərdir 23-dən 12-ni çıxaram. Taparam ki, bu 11 ədədi imiş. Çıxaram 12-ni eləyər 11. Bu da ikinci ədədim və bunların deyir hasilini tapan 11-i 12-yə vuranda o da eləyər 132. 68. Düz xətlərinin kəsişmə nöqtəsinin koordinatını tapın. Deməli, əslində bu funksiya mövzusunun sualıdır. Amma yenə də düz xətlər kəsişirsə uşaqlar, kəsişmə sözünü görsəniz, ümumiyyətlə düz xətlərin kəsişməsini. Deməli, yadınızda yazaq burada ki, düz xətlərin kəsişməsini eşitdik. Bunların deməli, tutaq bir şəkil təsəvvür edək qrafikdən. İki düz xət kəsişir. İki düz xət kəsişirsə uşaqlar, bunların hər ikisinin həm x-ları ortaqdır, həm də y-ləri ortaqdır. Ona görə hər iki təmin həm x-i bərabərdir, həm y-i bərabərdir. Birinci odur ki, y-lərini bərabərləşdir, ya da x-larını bərabərləşdir.
İkinci üsul isə deyir ki, tənliklər sistemi şəklində işlə. Çünki tənliklər sistemində həll edəndə biz hər ikisi üçün ortaq x və ortağını tapmış oluruq, y tapmış oluruq. Yəni hər iki üsulda ağızda qala bilər. Birinci üsul nə oldu? Y-ləri ya da x-ləri yazaq bərabərləşdir. İkinci üsul isə nə işlə? Tənliklər sistemi işlə. İndi görə bizim üçün hansı rahatdır burada? Burada fikir verin, hər ikisində y-i hazır tapıb qoyub sizin üçün. İki dənə y varsa və bildik ki, artıq kəsişmə zamanı bu y-lər bir-birinə bərabərdir. Onda birinci y-imizin qiyməti 2x üstəgəl 5-dir. İkinci y-imizin qiyməti isə 4x çıx 1-dir. Burada x-ləri bir tərəfə yığarıq, ədədləri bir tərəfə. Deməli, olacaq 4x çıx 2x bərabərdir. 5 qalıb yerində, mənfi 1 ora gedib, olub plus 1. 2x bərabərdir 6-ya, x də bərabərdir 3. X-i 3 tapandan sonra gətirib hansı y-də istəyirsiniz yerinə qoya bilirsiniz. Məsələn, mən birincisində yerinə qoysam, 2 vur x, yəni 3, üstə gəlinsin 5. O da eləyir 6 üstə gəl 5, o da eləyir 11. Və bizə deyir ki, kəsişmə nöqtəsinin koordinatlarının cəmini tapın. Koordinatlar, yəni x-dən danışır. Koordinatlarımız x-dir. Bunu da almışıq 3, bir də 11. 3 ilə 11-in cəmini soruşur. O da eləyəcək 14. 69. Kvadratların bizdən fərqini soruşur. 69 əslində baxan kimi görsənir ki, biz bunları toplasaq, y-lər gedər. Qalar 3x bərabərdir 21. Onda x də bərabərdir 21 3-ə bölsək, cavab eləyər 7. X 7 tapandan sonra gətirib yerinə qoyuruq. Tutaq ki, birinci tənlikdə qoyaq. 2 vur x, yəni 2 vur 7 üstəgə y bərabərdir 15. 2-ni 7-yə vuranda 14 eləyir. Deməli, y də bərabərdir 15-dən çıxırıq 14-ü, o da eləyir 1. Y-i də 1 tapdıq və mənə kvadratların fərqini soruşur. X kvadrat çıx y kvadrat. Yəni 7-nin kvadratından çıxmalıyam 1-in kvadratı. 49 çıx 1, o da bərabərdir 48. İndi isə 70-ə baxaq. 70-də uşaqlar belə bir məsələdir. 260 metrlik. Deməli, birincisi onu düşünməliyik ki, bizim məsələmiz tənliklər sistemi mövzusunda olduğuna görə tənliklər sistemi qurmaqla işləməliyik. 260 metr uzunluqlu boru 2 hissəyə bölünüb. Biz bilmirik ki, bu hansı hissələrə bölünüb. Tutaq ki, bir boru götürək, birinə x deyək, birinə y deyək. Bunların cəmi bizə nəticədə 260 metr verməlidir. Sonra deyir ki, birinci hissənin uzunluğu 24%, ikincinin 54%-nə bərabərdir. Yəni, x vurulsun 24 bölü 100, yəni %24-dür. İkincinin, yəni y-in 54%-nə bərabərdir. Yəni, %54-nə bərabərdir. Böyük hissənin uzunluğunu tapın. İndi biz təxmini bölmüşük. İndi nəticədə görə hansı böyük olar? Baxaq. Deməli, burada birinci yüzləri ixtisar eləyərik. Sonra da burada 24 ilə 54-ü ixtisar eləyərik. 24 ilə 54-ü 6-ya ixtisar eləsək, qalar əlimizdə 4x bərabərdir 9y. Burada da x-i deməli, bizdən soruşur ki, böyük hissənin uzunluğunu tap. Böyük hissənin uzunluğunu tapmaq üçün birini istənilən əvəz eləyək. Tutaq ki, biz burada əvəz etmə üsulundan istifadə eləsək, yazarıq ki, x bərabərdir 260 çıx y. Əvəz etdiyimiz x-i, yəni 260 çıx y gətirib x-in yerinə qoyarıq. Çünki harada x görsək, yerinə bu ifadəni qoymaq lazımdır. 4 vurulsun 260 çıx y bərabər 9y. Bunu vursaq, 4-ü 260-a vuraq, belə bu şəkildə yazaq. Hələ ki, vurmağa tələsmirik. Çıx 4y bərabərdir 9y. Deməli, 4-ü həm 260-a vurdum, həm də 4y vurdum. Sonra burada
Mənfi 4y sağa atsaq, onlar 9y üstə gəl 4y olar. Solda isə elə 4 vur 260-ı hələ ki saxlayaq. 9y ilə 4y toplasaq, olur 13y bərabərdir 4 vur 260. 260 ilə də 13 ixtisar gedir. 26-nın içində 2 dəfədir. Yanına bir 0 yazsaq 20. Y də bərabərdir 4-ü 20-yə vuranda eləyər 80. Y 80-dir. İndi biz böyük hissəni deyirsə x-i tapaq, ondan sonra baxaq ki, hansı böyükdür. X tapmaq üçün ümumidən, yəni 260-dan 80-i çıxsaq, burada qalar 180. Deməli, böyük hissənin uzunluğu 180 imiş. Təliklər sistemindən x, y tapın 71-də. Baxaq. Adi toplasaq, baxırıq ki, düz gəlməz. Ona görə biz burada baxırıq ki, mənfi əks işarəli olan hansıdır? 5 ilə 3-dür. 5 ilə 3-ü ortağa da gətirə bilərik. Ya da belə də eləyə bilərik. 4 ilə 2-ni gətirmək daha rahatdır. Çünki 4 isə yuxarı mənfi 4 olması lazımdır. Bunun üçün yuxarını sadəcə mənfi 2-yə vurmağımız bəs edir. Mənfi 4x mənfi 2-yə vursaq çıx 6y bərabərdir mənfi 16-ya. Aşağıda isə 4x çıx 5y bərabərdir mənfi 6-ya. Sistemi alıb toplasaq 4x-lar getdi. Mənfi 6y ilə mənfi 5y eləyir mənfi 11y. Mənfi 16 ilə mənfi 6 eləyir mənfi 22. Onda y də bərabərdir. Mənfi 22-ni bölürük mənfi 11-ə. Cavabımız olur 2. Y tabandan sonra gətirib yerinə qoyub x tapaq. Birinci tənlikdə yerinə qoysaq, deməli 2x üstə gəl 3 vurulsun. Y-in yerinə 2 yazarıq, bərabərdir 8. 2x bərabərdir 8 çıx, 3-ü 2-yə vursaq 6, o da eləyir 2. X də bərabər 2 bölü 2, cavabımız eləyir 1. X-i 1 tapda, Y-i 2 tapda, X, Y hasilini soruşur. Bu hasili tapmaq üçün 2-ni 1-ə vuraraq, cavabımız olar 2. 72-də eynisidir 73. Deməli, 72-də eynisi deyirik, amma necə olacaq? Yuxarı 5 iyilikdir, aşağı mənfi 2 iyilikdir. Bu 3-dür, bu 4-dür. Fərqli ədədlərdir. Ona görə belə eləyək ki, məsələn, yuxarını mənfi olan hissəyə baxsaq, 2 ilə 5-i 10-a gətirmək üçün bunu 5-ə vurarıq ki, bu mənfi 10 olsun. Yuxarını 10 eləmək üçün isə aşağını 2-yə vurarıq. Buranı 10, buranı mənfi 10 eləmək üçün. Bu işi görür. Onda 72-də bunu da yazaq. 72-də olur belə bir ifadə. 2-yə vursaq 6x üstə gəl 10y bərabərdir 8. 5-ə vursaq 8x çıx 10y bərabərdir 5. Sistemi alırıq, toplayırıq. Toplayanda 10y-lər gedir. 14x bərabərdir 13-ə. Baxaq ki, düz yazdıq. Ay, burada uşaqlar səhv yazdım. Mən 5-i 4-ə vuranda 8 yazmışam. Burada 5 eləməndə 20 eləməlidir. 20. Onda bu 26 edir. Onda x də bərabərdir 13-ü bölərik 26-ya. O da eləyər 2-də 1 bərabər 0.5. X-imiz 0.5-dir. Gətirib yerinə qoyub ilk tapaq. Birinci tənlikdə yerinə tutaq ki, birinci tənlikdə yerinə qoysaq, olacaq belə. 3 vur 0.5 üstə gəl 5y bərabərdir 4. 3-ü 0.5-ə vursaq, eləyər 1.5 üstə gəl 5y bərabərdir 4. 5y bərabərdir 4-dən çıxaram 1.5-i, o da eləyər 2.5. Y də bərabərdir 2.5 böl 5-ə, o da eləyir 0.5. Y-imiz də 0.5, x-imiz də 0.5-dir. Ona görə də 0.5 ilə 0.5-in cəmini soruşur. Cavabımız da olur 1. 74 eynisidir. 75. Burada məsələn istiqamət verək ki, 5 ilə 3-ü 15-ə gətirməliyik. Bu 15 olması üçün bunu 3-ə vurarıq. Bunun da mənfi 15 olması lazımdır. Onda müsbət 3-dür deyə biz bunun hər tərəfi mənfi 5-ə vuracağıq.
Sonra gəlirik baxırıq 74-ə. Mənfi 3-dən 2-yə baxırıq ki, aşağının mənfi 6 olması lazımdırsa, yuxarının müsbət 6 olması lazımdır. Mənfi 6 olmağı üçün buranı 2-yə vurarıq, yuxarının 6 olması üçün isə 3-ə vurarıq. 75-də elə görürük ki, iyiliklər əmsalları eynidir. Sadəcə bir dənə mənfi 1-ə vurmağımız bəs eləyər. 75 eləyək. Bir dənə mənfi 1-ə vursaq, mənfi 3x çıx y bərabərdir mənfi 7. Yəni, bəzən qoşucu asan rəqəmlər verirlər. İkinci tənliyə isə heç bir üzərində iş görmədik. Ona görə toplayanda iyiliklərimiz gedir, qalır mənfi 3x ilə 5x toplasaq, müsbət 2x, mənfi 7 ilə 11 toplasaq 4. X də bərabər 4-ü 2-yə bölürük. Cavabımız olur 2. Deməli, bizdən də soruşur ki, ilk 2 tapmalıyıq. X-i 2 gətirib yerinə qoysaq, X-i gətirib 2 yerinə qoysaq, tutaq ki, birinci tənlikdə yerinə qoyduq. Yazırıq, 3 vur 2, üstəcə y bərabərdir 7. Y də bərabərdir 7 çıx 6, o da bərabərdir 1. Və bizə x böl y soruşur. 2-ni 1-ə bölsəz, cavab olacaq 2. Aşağıda 76-da hər tərəfi 7-yə vuracaqsınız. 7-yə vurandan sonra 7 iyiliklərimiz gedəcək. Gəldi 77-yə. 77-də uşaqlar birinci baxırsınız, ortaq vuruq varsa ortaq vuruq çıxarırsınız. X-i çıxartdıq. X çıx y bərabər 0-a. Buradan baxırıq ki, x y-də mənə ikinci tənlikdə verib ki, 2 qoy yerinə. 2 qoysaq, 2 vur x bərabərdir 0. X də bərabər 0-ı 2-yə bölsən 0. X-i 0 tapandan sonra gətirib yerinə qoyuram. Tutaq ki, ikinci tənlikdə. Yazıram 0 çıx 2 bərabərdir 2. 0 çıx, daha doğrusu üzürsən, y bərabərdir 2. Onda olur mənfi y-imiz bərabərdir mənfi 2. Y-imiz də bərabərdir. Hər tərəfdə mənfi varsa, belə deyirik, elə bir qabağında da bir mənfi 1 durub. Mənfi 2-ni mənfi 1-ə bölürük. Mənfi 2-ni mənfi 1-ə bölsə, müsbət 2 edər. X-imiz 0, y-imiz 2-dir. Tənliklər sistemindən x-y hasilini tapın. X-y hasilini tapmaq istəyirəmsə, deməli ki, mən bunu 0-ı 2-yə vuracam, cavab alacam 0. Başqa yolla da işləmək olardı. Əslində, aşağını x-a vurmaq da olardı. İndi biz belə tapdıq. Yəni, hər iki yolla işləmək olar. 78. Tənliklər sistemindən x-y hasilini tapın. Deməli, biri uşaqlar yenə də kvadrat tənlikdir, biri isə kvadrat olmayan tənlikdir. Və məndən x-y hasilini soruşur. Biri 1 dərəcəli, biri 2 dərəcəli olan tənliklərdə bəzən ikincini kvadrata yüksəltmə işimizə yaramır. Burada bəs nə iş görəcəyik? Burada mütləq əvəz etmə üsulundan istifadə edəcəyik. Deməli, burada x əvəz eləyək. X bərabərdir 1 üstəgəl 2y. Yəni, burada 2y sağa atdıq. X oldu 1 üstəgəl 2y. Və gətirib birinci tənlikdə x-in yerinə bu ifadəni yazacam. X-in yerinə bu ifadəni yazsam 1 üstəgəl 2y-in kvadratı çıx 3 vur. Yenə x-in yerinə yazıram. 1 üstəgəl 2y vur. Bir də yanında y var. O y-i də qabaqda yazaq. Üstəgəl 2y-in kvadratı bərabərdir 4. Açaq. 1-in kvadratı 1 üstəgəl 2y-in 2 vur 1 2 vur 2y-in o deyil 4y üstəgəl 2y-in kvadratı 4y-in kvadratı. Yəni biz bu düsturdan istifadə edirik. A üstəgəl B-nin kvadratı düsturu, A-nın kvadratı üstəgəl 2AB üstəgəl B-nin kvadratı. Minus 3y eləyir. 3y 1-ə vursaq 3y. Mənfidədir, müsbətə vurduğuma görə çıx 6y-in kvadratı üstəgəl 2y-in kvadratı bərabərdir 4-ə. Burada 4y kvadratı üstünə 2y kvadrat, yəni 6y kvadrat
Burada mənfi 6y kvadrat var. Bunlar islah olunur. Qalır 1. 1 qalıb. 4y-dən 3y çıxanda üstəcə y bərabərdir 4-ə. Y də bərabərdir. 4-dən çıxırsan 1-ni eləyir 3. Deməli, y-ki 3 tapdıq. Y-ki 3 tapandan sonra bayağı x əvəz eləmişdik. İndi gətirib burada yerinə qoyub işləyəcəm. X bərabərdir 1 üstə gəlinsin 2 var 3. Y-ki yerinə qoydum. O da nədir? 1 üstə gəl 6 bərabərdir 7-yə. İndi x, y hasilini soruşur məndən. X vur y bərabərdir 3 vur 7. O da eləyəcək 21. Cavabımız oldu 21. Eyni 79'u da əvəz etmədim. Həştətdə nədir? Biz baxaq görək. X çıxır y fərqini tapın. Görək, ümumiyyətlə tənliklər sisteminə birinci baxın ki, nə əlaqə var bunların bir-biri ilə. Bax, məsələn, 80-cı sualda uşaqlar belədir ki, baxırıq ki, buradan x ortaq çıxartmaq olur da, çıxardaq. X vur, mötərizdə qalır 3x üstəgə y bərabərdir 7,5. İkincidən də ortaq nəyə çıxartmaq olar? 6 ilə 2 hamısı, hər ikisi 2-yə bölünür. 2-ni çıxartsaq, qalır 3x üstəgə y bərabərdir 1-ə. Mənə dedik ki, x, y tapmaq lazımdır. Deməli, birinci biz burada belə eləyək ki, əvvəla əgər vurmalar varsa, siz bunları toplamadan çıxmadan başqa uşaqlar bölə də bilərsiniz. Bu yolda öyrənək. Böləndə nə olur? Deməli, elə bir yuxarıdakı ifadən aşağıdakı ifadəyə bölürük. Onda 3x plus y-lər ixtisar gedər. Qalır əlimizdə x bölünsün 2 bərabərdir 7,5 böl 1. Buna tənasüblə çarpaz vursaq, x bərabərdir 2 vur 7,5, o da eləyər 15. X 15 tapdıq, gətirib yerinə qoy, y tapaq. İkinci tənlikdə yerinə qoysaq, 6 vur 15, üstə gəl 2y bərabərdir 1. Onda 2y bərabərdir 1 çıxılsın, 6 15'ə vursaq, eləyər bizdə 90. Birdən 90 çıxanda mənfi 89. Onda y də bərabərdir mənfi 89'u 2'yə bölərik. 89'u 2'yə bölsək mənfi 44,5 edər. İndi bizə deyir ki, x çıx y tapın. X-dan çıxmalıyıq y-i. X 15 tapmışıq, çıx y-in də yerinə mənfi 44,5 yazılır. Mənfiyə toqquşur, plus verir. Onda olur 15 üstə gəl 44,5. Bu da eləyir 59,5. Cavabımız oldu 59,5. 84-cü misala kimi demək olar ki, eyni tip misallardır. Hər dəfə bir dəfə x yox eləyəcəksiniz, bir dəfə tapıb onu gətirib yerinə qoyub y tapacaqsınız. Gəlin baxaq 84-cü misaldan. Deməli, bizə deyir, tənliklər sisteminin sonsuz sayda həlli var. Tənliklər sisteminin sonsuz sayda həlli olmaq üçün x-ların əmsallar nisbəti bərabər olmalıdır. Yəni, A1-in A2-yə nisbəti bərabər olmalıdır B1-in B2-yə nisbətlə. O da bərabər olmalıdır C1-in C2-yə nisbətlə. Onda biz x-ların əmsallarına baxaq. X-ların əmsalı A böl 6 bərabərdir. Müsbət m böl müsbət 12 bərabərdir 8 bölünsün b-yə. Buradan biz əlavə olaraq şərtdə verib ki, a üstə gəlinsin m bərabərdir 9 olarsa a, b və m-i tapmaq lazımdır. Baxaq, əlifbasadan a, b, m-i soruşur. Deməli, biz burada nə edirik? 3 dənə kəsir görürük. 3 kəsirdən tənasüblər işləyəcək. Birinci, ikinci kəsiri tənasüb kimi işləsə, bunları çarpaz vursaq, alarıq ki, 12a bərabərdir 6m. Buradan da 6 ilə 12 ixtisar getsə, qalar m bərabərdir 2a-ya. Yəni, m-in yerinə 2a qoymaq olar. Yəni, m a-nın 2 qatıdır.
Gətirib burada yerinə qoysaq, olar belə A üstə gəlinsin 2A, yəni M-in yerinə gördüyümüz kimi 2A qoyduq, bərabər 9. 3A bərabərdir 9, A da bərabər 9, 3-ə bölsək eləyər 3. A-mız 3-dür. A 3-dürsə, gətirib A-nı burada yerinə qoysaq, onda M də bərabərdir 2-ni vuraraq 3-ə. Çünki A-nı 3 tapmışıq. Bu da 6-dır. M6 tapandan sonra gətiririk burada kəsirdə yerinə qoyuruq və ikinci tənasübümüzü işləyirik. Onda yazırıq ki, 6 vurulsun B bərabərdir 8 vurulsun 12. Burada 12-ni 6 yaxşısa gedər 2 dəfə. B də bərabər 8 vur 2, o da bərabərdir 16. Deməli, A-mız oldu 3, əlifba sırasını düzürük. B-miz oldu 16, M-miz də oldu 6. 3, 16, 6. 85 də eynisidir. 86-ya baxaq. Cədvəldə ingilis dili kursunu, ümumi biliklər və IELTS qruplarında iştirak edən qız və oğlanların sayı göstərilib. IELTS qrupundakı qızların sayı ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? Əvvəla biz uşaqlar bu tip cədvəl veriləndə nə etməliyik? Burada baxın, cəm sözü var. Cəm sözünə görə bu tənliklər sistemini işləməli. Yəni yazmalıyıq ki, 3y üstə gəl 6x bərabərdir 90-a. Sonra bu bir cədvəl işləməli. Y ilə də x-in cəmi bizə verməlidir 20. Bunu sistemə alırıq. Sistemə alandan sonra indi buradan işləyək. Məsələn, deyək ki, aşağını -3-ə vuraq. Aşağını -3-ə vursaq, -3y çıx 3x bərabərdir -60. Yuxarıdakı ifadəni də 3y üstə 6x bərabər 90-ı yazsaq, sistemi alıb toplasaq, buradan 3y-lər gedər, qalar 3x bərabərdir 90 ilə -60-ımızda 30 verər. X də bərabərdir 10-a. X10 tapandan sonra gətirib yerinə qoyuruq ki, onun üstünə neçə gəlsə 20 eləyər. Y-imiz də bərabərdir. 20-dən 10 çıxanda bu da eləyər 10. Demək, x-im də 10-dur, y-im də 10-dur. İndi biz gətirib bunları şəkildə yerinə qoysaq. Y-ə 10 qoysaq olur 30. X-ə 10 qoysaq 60. Y-ə 10 qoysaq, X-ə də 10 qoysaq bunları tamamlayarıq. Tamamlayandan sonra indi cümləni oxuyaq təkrar. Görək nə sual verib bizə. IELTS qrupundakı qızların sayı, görə IELTS qrupunda, IELTS qrupu bizdə buradır. Buradakı qızların sayı 10-dur. Yanına yazaq ki 10. Ümumi biliklər qrupundakı oğlanların sayının, ümumi biliklər qrupu da birinci qrupdur. Buradakı oğlanların sayı da 30-dur. Burada yazaq 30. Hansı hissəsini təşkil edir? Hissəsini deyəndə, yəni kəsr formasında soruşur. Biz də nə etməliyik? Birinci adı çəkiləni, ikinci adı çəkiləni həmişə bölməliyik. Birinci onun adını çəkilir, yəni qızların sayını bölürük, oğlanların sayının hansı hissəsini deyirsə, bölürük 30-a. Bu da eləyər bizdə 3-də 1. Həmişə yadınızda qalsın. Nisbətdə birinci adı çəkiləni, ikinci adı çəkilənə bölməlisiniz. Həmçində faizində soruşanda belə idi. 87-ci suala baxaq. 87-ci sualda deyir, su ilə dolu stəkanın kütləsi 240 qramdır. Yarısına qədər dolu stəkanın kütləsi 145 qramdır. Boş stəkanın kütləsi neçə qramdır? Bunun üçün əvvəla yazaq ki, məsələn, suyun x ilə göstərək, stəkanı isə uşaqlar. Uşaq ki, y ilə göstərək. Birinci cümlədə ki, su ilə dolu stəkan. Yəni, həm su, həm də stəkan bir yerdə 240 qramdır. Yarısına qədər dolu stəkan deyəndə, yəni biz uşaqlar suyun yarısını götürərik. Stəkanı yarı bölmək olmur. Onun y həmişə bütöv qalır. Suyun yarısını götürdük, x bölü 2 kimi yazdıq, bərabər 145-ə. İndi biz burada belə eləyək. Aşağıdakı tənliyimizi kəsirdən azad olmaq üçün 2-yə vurarıq. 2-yə vursaq burada x qalacaq. Gəlin bir dəfəlik -2-yə vuraq ki, mənfi olsun ki, x-dən onsuz da getməlidir. Burada birinci tənliyi olduğu kimi yazıram. İkinci tənliyi 2 ilə
Mənfi 2-ni vursaq x-a gedər, qalar burada mənfi 1, yəni mənfi x. Sonra y-i mənfi 2-yə vursaq, mənfi 2y. 145-i də mənfi 2-yə vursaq, mənfi 290 alınır. Bunları toplasaq, x-larımız getdi. Y ilə mənfi 2-yi toplasaq, mənfi y. 240 ilə mənfi 290 toplasaq, mənfi 50. Mənfi y-imiz mənfi 50-dirsə, onda y-imiz də müsbət 50-dir. Mənfilər buradan x-a gedər. Y bərabərdir 50. Bizdən də boş stəkan kütləsini deyildi. Boş stəkanda y idi. Elə cavabımız oldu 50. 88 də eynisidir. 89. Rüstəmlə Fəridin birlikdə 150 manat pulu var. Yazaq 89. Yazaq Rüstəmin x manatı, Fəridin də deyək ki, y manatı var. Birinci tənliyimiz belə olacaq. Bunların deyir birlikdə, yəni x üstəgə y bərabərdir 150 manata pulu var. Rüstəmin pulunun yarısını Fəridə versə, yəni belə deyək, buradan 2 yarısını deyir. Onda yəni x çıxılsa x böl 2, Rüstəm pulunun yarısını Fəridə versə, pulunun yarısı nə deməkdir? X böl 2. Versə də nə deməkdir? Yəni məndən çıxır, amma Fəridə əlavə olunur. Belə yazaq. Fəridə versə, Fəriddə pul Rüstəmin pulundan 2 dəfə çox olar. Yəni bu işi görəndən sonra Rüstəm verirsə, Rüstəmdən çıxırıq. Fəridə verdiyinə görə Fəridə əlavə edir uşaqlar. Bu şeylərə diqqət edəcək. Niyə x bölü 2 yazdım? Çünki pulunun yarısını deyir. X-in yarısı qədər. İndi bu işi görəndən sonra x-dən x çıx 2 eləyəndən sonra yerdə qalır x bölü 2. Burada da bu ifadə qalıb da bizdə, düzdür? Bu vəziyyətdə deyir, Fəriddə pul, yəni y üstə gəlsin x bölü 2, Rüstəmin pulundan, yəni x bölü 2-dən 2 dəfə çox olar. 2 dəfə çox nə deməkdir? Vururam 2-yə. Rüstəmin pulu nə qədərdir? Rüstəmin pulu nə qədərdir? Rüstəmin indiki pulunu istəyir. Rüstəmin indiki pulda x idi. Yəni laf başda bizdə Rüstəm x idi. Yaxşı, bunu işləyək. Burada 2-lər getdi. Qaldı belə bir tənlik. Y üstə gəl x bölü 2 bərabərdir x. Sonra bu x bölü 2-ni sağa atsaq, x çıx x bölü 2 bərabərdir y. Y də bərabərdir. X-dən x bölü 2-ni çıxanda altına 1 atsaq, ortaq məxrac 2 gətirsək, 2-ni 1-ə bölsək 2, 2-ni 2-yə bölsək 1. 2x-dən 1x çıxanda x bölü 2 alınır. X bölü 2 alınır. Bunu da çarpaz vursaq, deməli, burada çarpaz vursaq, alaraq ki, x bərabərdir 2y-ə. Yəni, x-in yerinə qoymalıyıq 2y. Gətirib birinci tənlikdə x-in yerinə 2y qoysaq, 2y üstəgə y bərabərdir 150. 3y bərabərdir 150. Y-im də bərabərdir. 150-ni 3-ə bölsək 50 alınır. Y-im 50-dir. Məndən isə Rüstəmi soruşmuşdur. Rüstəm isə x idi. Ona görə gətirib yazırıq ki, x də bərabər. X gətirib y yerinə qoyanda x-in üstünə 50 gələndə 150 edirsə, onda x-də nə qalır? 100 qalır. Deməli, Rüstəmin 100 manat pulu var. 100 manat. Man da yazıla bilər, manat da yazıla bilər. İndi cavablara baxıb bilmək olar. 89 yazdıq. 90-cı sual. Ana və qızının yaşlarının cəmi 62-dir. Yenə birinci 90-da yazırsınız ki, ana x-dir, qızı y-dir. Yaşlarının cəmi 62-dir. Yəni, x üstəgə y-imiz 62-dir. Bu indiki halıdır. Yuxarı yazaq indi. Ananın 4 il əvvəlki yaşı, indi burada yeni bir yer açırıq. 4 il əvvəlki yaşı nə idi ananın? X sıx 4 yaşı. Qızın 6 il sonraki. Qızın 6 il sonraki yaşı isə y üstəgə 6 olacaq.
Bundan deyil, 3 dəfə çox olarsa. Yəni yazaq burada ki, x çıx 4 bərabərdir. Qızının yaşından, yəni y üstəgə 6-dan da 3 dəfə çox olacaq. Burada da sözlə yazaq. Ana nə olacaq? Qızından 3 dəfə çox. Yəni qızı 3-ə vuracaq. Ananın 4 il əvvəlki yaşı, yəni x çıx 4, qızının 6 il sonraki, yəni y üstəgə 6-nın olanda, yəni ondan da 3 dəfə çox olarsa, vurduq 3-ə. Ananın indiki yaşını tapın. Ananın indiki yaşını, yəni nəyə soruşur? Bizdən x-i soruşur. Əvvəla ikinci tənliyi vurub atsaq, x çıx 4 bərabərdir 3y üstəgə 18-ə. Bu 3y sola ataq, mənfi 4-ü sağa ataq. Olacaq x çıx 3y bərabərdir 18 üstəgəl 4-ə. Bərabərdir 22. Gətirib bu x çıx 3y bərabər 22 tənliyini burada yazsaq, x çıx 3y bərabərdir 22. Sistemi alsaq, baxarıq ki, yuxarıdakı y 3-ə vurmaq olar. Çünki aşağıda mənfi 3-dürsə, yuxarıda müsbət 3 olması lazımdır. Olur 3x üstəgə 3y bərabərdir. 362-yə vursaq 186. Aşağıda da x çıx 3y bərabərdir 22-ni yazaq. Bunları toplasaq 3y-lər gedər. Qalar 4x bərabərdir 186 ilə 22-ni toplasaq 208. X də bərabərdir 52-yə. Məndən də soruşmuşdu ki, ananın indiki yaşı. Ananın indiki yaşı x idi. Ananın indi 52 yaşı var. 91. Şirkətin mühafizəsi işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən vaxt saat gecə vaxtı növbədə dayanır. Tutaq ki, deyək ki, Namiq deməli, yazaq burada ki, Namiq gündüz x saat. Qurban isə gecə tutaq ki, y saat növbədə olur. İndi bizə deyir ki, Namiq hər bir saata görə 30 manat, Qurban isə 45 manat qazanır. İndi bizə deyir ki, bu iki işçi bir sutka ərzində, yəni bir gün ərzində 14 saat növbədə olurlar. Bunların ümumilikdə 14 saat deyirsə, bu xətt altından çəkək, ümumilikdə deyirsə, yəni gündüzlə gecənin cəmi, ikisinin bir yerdə işlədikləri zamanların cəmi x üstəgə y kimi 14-dür. 14 saat növbədə qaldıqlarına görə isə 510 manat əldə edirlər. Yəni ümumi qazandıqları pul isə 510 manatdır. Bəs qazancı necə hesablayırıq? Tutaq ki, Namiq x saat qalıbsa, 30 manatdan hesablansa, 30-u vuracam x-a, yəni saatlarının sayına. Üstəgəl, Qurbanın da pulunu belə hesablayacaq. 45-i vuracaq qaldığı saatlarının sayına. Bunların cəmi bizə ümumilikdə 510 manat verməlidir. Sistemimizi qurandan sonra artıq rahat gedəcək. Deməli, birinci nələrin cəmini yazdıq? Saat sayları, sonra da qazandıqları pulların cəmini yazdıq. Belə. İndi biz burada ikinci tənliyi bəz keçirdək. Hər tərəfi, məsələn, gördük ki, 15-ə bölünən ədəd. 15-ə bölsək 2x, 15-ə bölsək 3y, 15-ə bölsək 3 dəfə 45 çıxandan 450 çıxanda 60 qalır. Onun üçün 4 də 34. İkinci tənliyi gətirib bunun altında yazsaq, x üstəgə y-imiz bərabərdir 14. Və buradan tənliylər sistemini həll edir. İkinci tənliyin birinci tərəfini mənfi 2-yə vuraq. Mənfi 2-yə bizə nəyi soruşur bu? Namiqin gün ərzində neçə saat növbədə dayandığını. Namiq hansı hərf idi? Gəlin birinci ona baxaq. Namiq x idisə, onda biz x-i tapmaq üçün gəlin y-i yox eləyək. Y-i yox eləmək üçün isə yuxarıda 3y-dirsə, aşağıda gələn mənfi 3y olur. Onda mənfi 3-ə vuraq. Deməli, birinci tənliyi olduğu kimi saxlayırıq.
İkinci tənliyi yazırıq. Mənfi 3x çıxı 3y bərabərdir mənfi 42. Sistemi alıb topladıq. 3y-lər getdi. Mənfi x bərabərdir mənfi 8. X də bərabərdir 8-ə. Deməli, Namiq 8 saat işləyib. Baxaq 92-yə. 92-ci sual. Mağazada kostyumla ayaqqabının birlikdə qiyməti 720 manatdır. Kostyumla ayaqqabı deyirsə, tutaq ki, elə baş hərflərini işləsək, kostyum plus ayaqqabı bərabərdir 720 manat. Kostyuma əvvəlki satış qiymətinin 5/1 qədər, ayaqqabıya isə əvvəlki satış qiymətinin 30% qədər endirim ediləndən sonra onların birlikdə satış qiyməti 564 manat oldu. Deməli, kostyumun əvvəlki qiyməti K idisə, yəni K ilə işarələmişdiksə, 5/1 qədər endirim olunubsa, onda onun 5/4-ü qədər qiyməti qalıb. 5/4 K. Üstəgəl. Ayaqqabıya isə 30% qədər endirim olunub. 30% endirim olunubsa, əvvəlki qiyməti 100% idisə, 30% endirim olunandan sonra qalır 70%. Yəni, A-nı da %70 ilə hesablasaq, bunların qiymətlərinin cəmi 564 manat edər. Burada baxırıq ki, sıfırları silsək, qalır 5 ilə 10. Məxrəcimizə ortaq məxrəc gətirsək, 10 gətirsək, 10-u 5-ə bölsək 2, 10-u 10-a bölsək 1, 2-ni 4-ə vursaq 8K, üstə gəlinsin 7A bərabərdir 564-ə. 564-ə. Burada da baxırıq ki, deməli, 8K üstə gəlinsin 7A bərabərdir. Onu 564-ə vursaq 5640 edər. Və burada da baxırıq ki, mən gətirib K üstəgəl A yazsam bura, K üstəgəl A bərabərdir 720. Yəni, birinci tənliyimizdə gətirib yazsaq, sistemi alsaq, bizdən nəyi soruşur, ona baxaq. İndirimdən əvvəl kostyumun qiymətini. Kostyumu soruşursa, biz onda ayaqqabını yox eləyək. Ayaqqabının qarşısında müsbət 7-dir, aşağıda mənfi 7 olmalıdır. Ona görə biz bunun hər tərəfini mənfi 7-yə vuraq. Olur 8K üstəgəl 7A bərabərdir 5640. Bir də mənfi 7-yə vuranda mənfi 7K çıx 7A bərabərdir mənfi 720 ilə 7-yə vuranda mənfi deməli, nə qədər eləyir? 6300. Yox, bir 6300 yox. 7-ni 7-yə vuranda deməli, elədi bizdə 4900. O da 120 gələndə üstünə. Bir dəqiqə. 140 gələndə üstünə. 5040. 5040 edir. Deməli, bunları da toplayanda uşaqlar 7 alar getdi, qaldı bir dənə K. K da bərabərdir. Müsbət 5640-dan mənfi 5040-ı toplayanda eləyər müsbət 600. Deməli, kostyumun qiyməti 600 manat imiş. 93-cü sual. Həyətdə dovşanlar və toyuqlar var. Onların birlikdə 49 başı var. Burada yenə baş hərflərini yazsaq, dovşan və toyuq. Yəni, dovşan üstəgəl toyuq. Saylarını yazsaq, 49 başdır. Yəni, 49 dənə dovşan və toyuq var. Ayaqlarının sayı 182-dir. Ayaqlarını saymaq üçün də uşaqlar, dovşanın neçə ayağı var? 4 ayağı. Deməli, biz dovşanların sayını ayaqlarının sayına vuracam. Üstəgəl, toyuğun isə 2 ayağı var. 2-yə vuracam. Və dovşanlar 4 ayaqdan, toyuğa 2 ayaqdan hesablansa, cəmi 182 ayaq var. Və bizə sual verir ki, həyətdə neçə dovşan var? Dovşanı soruşduğuna görə yenə də biz toyuğu yox eləməliyik. Toyuğu islah eləmək üçün də aşağıda 2-dirsə, yuxarıda gələk mənfi 2 ola. Ona görə yuxarını mənfi 2-yə vuraq. Mənfi 2-yə vuranda mənfi 2D çıx 2T bərabərdir mənfi 98. İkinci tənlikdə olduğu kimi yazırıq. Bərabərdir 182. Sistemi alıb toplasaq, görərik ki, burada 2T'lər islah olunur. Mənfi 2D ilə 4D'ni toplayanda 2D bərabərdir. 182-dən 98 çıxanda eləyər bizdə 84. D də bərabərdir 42 edər. Demək, dovşanların sayı 42 dənədir. 94-cü sualımızda da yenə eynidir. Çəmənlikdə oğlanlar və atlar var.
oğlanlar plus atlar baş hərflərlə işləyir. Cəmi 24 dənədir. 24, onların birlikdə 24 başı var. 74 dənə ayağı var. Oğlan, deməli adamların 2 ayağı olduğuna görə 2 vur o yazırıq. Üstə gəl. Oğlanlar 2 ayaqdan hesablanır. Atların isə 4 ayağı olduğuna görə atları da 4-ə vururuq. Cəmi olur 74 ayaq. Sistemi alırıq və soruşduğuna baxırıq. Çəmənlikdə neçə oğlan var? Oğlanı soruşursa atı yox edirik. Atı da baxırıq aşağıda 4 ay yazıbsa yuxarıda -4 olması lazımdır. Ona görə -4-ə vururuq. Olur -4. O üstə gəlsin. Yəni onu bəs böyük yazaq. 0 oxşayır. Sanki bizi çaşdırar. Onu bəs böyük yazaq. Oğlan. Deməli, -4 o üstə gəlsin. Üstə gəlir, daha doğrusu mənfiləşir. -4a bərabərdir 20. -4-də 24-ə vursaq -96 eləyər. Aşağıdakı isə olduğu kimi yazsaq 2o üstə gəl 4a bərabərdir 74-ə. Sistemi aldıq, topladıq. Buradan 4 alar getdi. -2o bərabərdir -22-yə. O da bərabərdir -22-ni -2-yə böləndə -11. Deməli, oğlanların sayı 11 nəfərdir. 95-ci sualda deyir ki, 2 şagird birlikdə 1400 marka toplandı. Birinci şagird və ikinci şagird. Deyək ki, biri x sayda, birində y saydadır. Bunlar deyir 1400 marka toplayıb. Birinci bunların cəmini yazırıq ki, cəmi 1400 markaları var. Bunlardan birinin topladığı markanın 40%, yəni x-in tutaq deyək 40%, 40% ilə nə edirik? %40-ını yazırıq. 40% digərinin topladığı markanın 25%-dən, yəni bu bərabərdir. Digərinin topladığının, yəni y-in 25%-dən, yəni %25-dən 170 markada artıqdır. Üstə gəl, hələ 170 də yazılmalıdır. Yəni ikincinin 25%-in üzərinə 170 gələndə birincinin 40% alınır. Bunu sistemə alırıq. Burada baxaq ki, deməli, belə eləyək, hər tərəfi 100-ə vursaq. Burada nə alınacaq bizdə? İxtisar eləyək əvvəlcə, bir dəqiqə ixtisar eləyək. 100 ilə 25 ixtisarləsək, qalar 4-də 1. Buradan sıfırları silsək, 10 ilə da 4-ü ixtisarləsək, qalar 5-də 2. Yəni, əvvəlcə bu kəsimizi düzəldək. 5-də 2, x üstə gəl, 4-də 1, y bərabərdir 170-ə. Bunları ortaq məxrəc 20 gətirək. 5-i 4-ə vurdum, 20 aldım. Sonra 20-ni 5-ə böləndə tamamlayıcı vuruğum 4. 20-ni 4-ə böləndə tamamlayıcı vuruğum 5. 4-ü 2-yə vurdum. Burada bunu bir dənə düzəldim, qarışmasın. 5 alın ixtisarda. 4-ü 2-yə vurdum, 8x üstə gəl 5y bərabərdir 170-ə. Burada da vursaq çarpaz şəkildə. Alınır 8x üstə gəlinsin 5y. 20 ilə 170-ə vursaq, 2-ni 17-yə vursaq 34, hərəsindən də 1 0 gəlir, 3400. Və burada birinci tənliyimiz var idi, baxın, birinci tənliyi də gətirib bunun altından yazsaq, x üstə y bərabərdir 1400-ə. Sistemi alsaq, bizdən nəyi soruşur, ona fikir verək. Hər şagird neçə marka, həm x tapmalıyıq, həm y tapmalıyıq. Yaxşı, belə eləyək, tutaq ki, y-i yox eləmək üçün ədəd daha balacadır, 5-dirsə, aşağıda -5 olması üçün -5-ə vuraq. Onda birinci tənlik olduğu kimi yazırıq. İkinci tənliyi -5-ə vursaq, -5x çıx 5y bərabərdir -7000. Sistemi aldıq, topladıq. 5y-lərimiz getdi. 8x ilə -5x-imiz edir -3x. 3400 ilə -7000 deyir, -3600-ə. X də bərabərdir. -3600-ü -3-ə böləndə mənfini mənfiyə böldüyümə görə müsbət 1200 alınır. Deməli, x-imiz 1200-dürsə, onda y-imizi tapmaq üçün 1400-dən, ümumi çünki 1400 idi. 1200-ü çıxırıq, cavabımız olur 200. 200 və bir də nə deyəcəyik? 1200. Hər şagirdin markasını soruşur. 96 da demək olar ki, bunun kimi eynidir. 2 mətbə birlikdə 1200 jurnalı çap edir. Birinci, ikinci yazaq. X, Y. Bunların ikisi bir yerdə. Yəni, X üstəgə Y-imiz 1200 jurnaldır. Birinin çap etdiyi jurnalların 20%,
Yəni X-in tutaq ki, çap elədiyinin %20-si, digərinin çap etdiyi jurnal 30%-dən, yəni Y-in %30%-dən 110 jurnal azdır. Yəni 100 az deyəndə çıxmalıyıq. Sistemi alırıq. Burada yenə ikinci kəsri əvvəl sadələşdirək. Sıfırları silsək, 10-2 Y, 10-2 X, belə deyək, bərabərdir 10-3 Y. Burada uşaqlar 95-də, indi mən burada misal yazanda fikir verdim birdən. Mən burada üstəgəl yazmışam. Bir dəqiqə, orada bu düzəlişimizi eləyək. Burada üstəgəl olmalı deyil. Çünki biz bunu sola atanda, heç sola atmadıq bunu. Sola atanda bu çıx olur. Çıx olanda da düzəlişimizi eləyək. Bu çıx olacaq. Çıx olanda düzəltdiyimiz yerləri yazın. Çıx olur. Burada çıx olur. Burada çıx olur. Onda burada çıxdısa, elə bunu müsbət 5-ə vurmağımız məsləhətdir. Müsbət 5-ə vuranda müsbət. Onda burada olur müsbət. Onda olur 13x bərabərdir. Bunları toplasaq 11.400 eləyər. Onda 11.400-ü bölərik 13'ə. Bu da eləyər bizdə neçə? Demək 130 olması üçün 10 dənə idisə 8 dənə düşür. 800 düşür. Bu 800 olanda, onda bu da 1400'dən 800 çıxanda 600 eləyəcək. 800 çıxanda 600. Deməli cavabımız olacaq 600 və 800. X birinci idi, yəni 800 birincinin, 600 də ikincinin. Hər şagirdin yığdığı markları yazdıq. İndi burada da həmin məsələdir. Deməli, davam eləsək, görürük ki, burada hər tərəfi 10-a vursaq, birinci alınır 2x bərabərdir 3y çıx 1100-ə. Belə eləyək, mənfi 1100-ü sola ataq, 2x-i sağa ataq ki, dəyişənlər bir yerdə olsun. Yazaq belə. 3y çıx 2x bərabər olacaq 1100-ə. Çünki müsbət 1100 olacaq. X də sağa keçəndə mənfi olacaq. Və gətir birinci tənliyi də bunun altından x üstəgə y bərabərdir 1200-ü yazsaq, görək nə alınacaq. Məndən nə soruşur? Hər mətbəənin, deməli, hər mətbəəni soruşsa ikisini tapmalıyıq. Belə eləyək, 2x-imiz yuxarıda görürük ki, mənfi 2x-dir. Onda aşağını da bir dənə 2-yə vuraq. Olsun 2x üstəgəl 2y bərabərdir 1200-ə. 3y çıxılsın 2x bərabərdir 1100-ə. Sistemi aldıq, topladıq. 2x-larımız getdi. 2y ilə 3y toplasaq 5y bərabərdir 2300. Y də bərabərdir 2300-ü bölürük 5-ə. O da eləyər 460. Y 460-sə, onda x-i tapmaq üçün 1200-dən çıxırıq 460-ı. Bu da eləyir 740. 97-ci sual. Deyir ki, riyaziyyat fənni üzrə imtahanda hər sualın doğru cavabı 8 balla, deməli, belə yazaq, bir doğru sual 8 balla hesablanır. Bir yanlış cavab isə 2 bal çıxılır. Bu balı neyir? Verir, bal verilir, burada isə çıxılır. 22 suala cavab vermiş şagird. Deməli, 22 suala cavab veribsə, doğrulu yanlışdır.
Yazırıq ki, doğru üstəgəl yanlışların sayı 22 sualdır. Birinci sayına görə sistem qururuq, tənliyimizi qururuq. Sonra bala görə quracağıq. Deyir 136 bal toplayıb. 136 balı toplayıbsa, necə toplayıb bu 136 balı, necə hesablayırıq? Əvvəlcə doğruları 8-ə vururuq. 2 bal çıxılırsa, yanlışların sayında 2-yə vurub çıxacaq. Çünki 2 bal çıxılır yanlışlara görə. Burada yuxarını 2-yə vursaq, olacaq 2D üstəgəl 2Y bərabərdir 44. 8D çıx 2Y-ni də aşağı köçürsək və sistemi alsaq, toplasaq. Toplayanda olur 2y'lər gedir. 10D'miz bərabərdir 180'ə. D'miz də bərabər 180'i 10'a bölsə eləyər 18. Bizdən yanlış cavabların sayını, doğru cavabların sayını soruşurdu. Doğru cavabların sayı oldu 18. 98 də eyni bunun kimi. Deməli, bir dəfəlik onda yazaq ki, doğru və yanlış 23 suala cavab veribsə, yazırıq doğru üstəgəl yanlış 23 sualdır. Doğrulara görə 4 balla qiymətləndirirsə 4 vur doğrular. Yanlışa görə 1 bal çıxırsa çıxırıq, yanlışları da vururuq 1-ə. Bərabərdir 72 bal toplayır. Deməli, aşağıda onsuz mənfi y olduğuna görə bunları elə toplasaq y'lər gedər. Qalar 5D bərabərdir 95'ə. D də bərabərdir 95'i 5'ə bölsək edər 19. 19 doğrumuz var, amma yanlışı soruşur. Yanlışı da tapmaq üçün 23'dən 19'unu çıxanda qalır 4 dənə yanlış sual sayı. 99'da da demək olar ki, bunlar hamısı eynidir. Birinci sayıların tənliyi qurursunuz, sonra isə verilən xüsusi halı üçün ya qiymətinə görə, ya ayaq sayı, ya təkər sayı, baxırsınız da misalın gedişatına. İndi burada yenə axtarırıq ki, dayanacaqda 2 təkərli və 3 təkərli velosipedlər var. Tutaq ki, 2 təkərlər x dənədir, 3 təkərlər y dənədir. Dayanacaqdakı bütün nəqliyyat vasitələrinin sayı. Bütün sayımız 12-dirsə, yəni x üstəgəlinsin y bərabərdir 12. Təkərlərinin sayı isə 29-dur. Təkərlərin sayını da necə göstərəcəyik? Deməli, x-ların hesablayacaq 2 təkərdən. Deməli, 2 təkərli x dənədir. 2 vur x üstəgəl. 3 təkərli də y dənədirsə, üstünə 3y gəlirik. Bərabər edir 29'a. Sistemi alırıq. Baxaq görək. Velosiped və motosikletlərin sayını tapın deyir. Tutaq ki, yuxarını mənfi 2-yə vuraq. Mənfi 2-yə vuranda mənfi 2x çıx 2y bərabərdir mənfi 24. Aşağıda da 2x üstəgəl 3y bərabərdir 29. Topladıq. 2x-larımız getdi. Mənfi 2 ilə 3'yi toplasaq y bərabərdir 5 edər. Y-in 5'dir. Gətirib yerinə qoyaram. 5'in üstünə x gələndə 12 verirsə, x-imiz də bərabər 12-dən 5'ini çıxaram 7. Deməli, bizdə y nəyə göstərir? 3 təkərli. Yəni motosiklet. Yazıq ki, orada 5 dənə motosikletimiz var. Motosiklet. 7 dənə isə velosipedimiz var. Velosiped. 100-cü sual. Bütün sıralarda bərabər sayda oturacağım olan teatr zalı 160 tamaşaçı tutumuna malikdir. Deməli, bunu necə işləyəcək? 100-cü sualda. Tutaq ki, biz bir tamaşanı təsəvvür edək ki, bir tamaşa zalıdır. Burada x dənə sıramız var. X sıra var. Ümumi. Və sıradakı yerlərin sayı isə, bir sıradakı yerlərin sayı isə deyək ki, y dənədir. Onda biz tamaşadakı, daha doğrusu belə deyək, teatrdakı tamaşaçıların ümumi sayını tapmaq üçün necə tapırıq? Deyirik ki, x-i vururuq y-ə, yəni sıraların sayını, sıradakı tamaşaçıların sayına vururuq. Nə qədər tamaşaçı olduğunu tapırıq. Edir 160. Sonra deyir ki, tamaşaçı tutumunun artırılması məqsədi ilə sıraların sayını 1 vahid, sıralardakı yerlərin sayını isə 2 vahid artırdılar. Deməli, sıralar x idi bizdə. Yəni yazaq buradan. Sıra x idi. Sıradakı yerlər isə y idi. Sıraların sayı x idi. Deyir, sıraların sayını 1 vahid artırdılar, x plus 1. Yerlərin sayını isə 2 vahid artırdılar, plus 2 yazırıq.
Və bu zaman yerlərin ümumi sayı 38 vahid artdı. Yəni ümumi sayımız bayağı 160 idisə, indi olub 160 üstəgə 38. Bu da olub 198. İndi bunun üçün tənlik quraq. Bu yeni teatrdakı tamaşaçıların sayını tapmaq üçün x üstəgəl 1-i, yəni sıraların sayını, yenə də sıradakı tamaşaçı sayını alırsa 198 alarıq. Burada deməli uşaqlar biz ikinci mötərizəni vurub atsaq, onlar x, y üstəgəl 2x üstəgəl 1y üstəgəl 2 bərabərdir 198-ə. Yəni vurulma qaydası iki hədlin iki hədliyə vurulmasıdır. X-i y-ə vurursunuz, sonra 2-yə, 1-i y-ə vurursunuz, 1-i 2-yə vurursunuz. Burada baxırıq ki, x-i y bizə 160 vermişdir. Gətirib x-i y-in yerinə 160 yazarıq. Onda alınır ki, 2x üstəgəl y bərabərdir. 160 ilə 2-ni toplasaq 162 eləyər. Sağa da atsaq 198-dən 162-ni çıxanda eləyər 36. Yəni 2x üstəgəl y-imiz 36-dır. Buradan y-i taparıq, əvəz etmə üsulu ilə 36 çıx 2x yazsaq, gətirib bunu hasildə, baxın hasildə yerinə qoysaq, olacaq belə. X vurulsun, y-in yerinə, bax buradakı y-in yerinə 36 çıx 2x-i qoyacam. 36 çıx 2x-i qoyacam, bərabərdir 160-a. İndi burada vurub atsaq, alınacaq 36x çıx 2x-in kvadratı bərabərdir 160. Bunları sağ tərəfə ötürsək ki, mənfi x kvadratın qabağı mənfi olmasın, müsbət olsun deyə, olur 2x kvadrat çıxılsın 36x üstəgəl 160 bərabərdir 0. Hər tərəfi 2-yə bölsək, x kvadratı çıx 18x üstəgəl 80 bərabərdir 0. Viyyət teoreminə görə köklərinin cəmi, kvadrat tənliyi əldə elədik. Köklərinin cəmi 18 verən, köklərinin hasili isə 80 verən ədədlər 10 ilə 8-dir. Deməli, biz 10 tapmışıq, bir də 8 tapmışıq. Yaxşı, baxaq görək ki, indi bizə nə soruşur? Genişləndirilmədən əvvəl zalda neçə sıra var idi? Neçə sıra var idi? Deməli, burada 10 və ya 8 ola bilər. Cavabı da belə yazacaqsınız ki, 10 və ya 8. Yəni 2 hal ola bilər. 101-ci sualı uşaqlar tənliyini quracam, amma işləməli özünüz işləyərsiniz. Çünki bayaqlar 91-ci sualdan eynidir. Demək dedik ki, Elnur gündüz vaxtı işləyir, x saat işləyir. Nazim isə gecəsi mən işləyir. Tutaq ki, onu da bilmirik, y saat işləyir. Elnur hər saata görə 25 manat alır, Nazim isə 40 manat alır. Və bizim ümumi deyir bunlar 13 saat növbədə olublar. Yəni x üstəgəl y-imiz 13-dür. Ümumi isə göz 15 manat pul əldə ediblər. Yəni x saatı 25 manatdan hesablanır, 25x üstəgəl y saatı 40 manatdan hesablanır, 40 da vurur y-ə ümumi 415 manat pul əldə ediblər. Buradan özünüz deməli bərabərliklər, tənliklər sistemini işləyəcəksiniz. Sonra gəldi 102-yə. 102 də demək olar ki, 92 ilə eyni məsələdir. Kostyum, ayaqqabı məsələsidir. 102. Burada da deməli əvvəla yazırıq ki, kostyum ayaqqabının qiyməti kostyum ayaqqabı bərabərdir 640 manata. 640 manat. Sonra deyir ki, sonra həmin kostyuma əvvəlki satış qiyməti 20% qədər, ayaqqabıya isə 40% qədər endirim edilib. 20% qədər endirim edilibsə, deməli bunun yerdə qalıb 80%. Yəni kostyumu vuracam %80-ə, üstəgəlin ayaqqabını isə vuracam 40% endirim edilibsə, qalıb yerdə 60%. %60-ı qədər ödəniş olunacaq. Bu endirimlər olunandan sonra satış birlikdə qiyməti 484 manatdır. Vəssalam. Burada da yenə tənliklər sistemini özünüz davam elətdirəcəksiniz. 92 ilə eynidir. 103-cü suala baxaq görək nə istəyir. Tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, tutaq ki, uşaqlar 103-cü məsələdə tələbə iştirak etdiyi sonuncu imtahanda deyir 50 bal yığarsa, bütün imtahanlardan yığdığı orta bal 50, son imtahandan 74 bal yığarsa, orta bal 56 olar. Tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir?
Gəlin belə eləyək. Deməli, əvvəla yazaq ki, tutaq ki, tələbə X imtahanda iştirak edib. İmtahanların sayını bilmirik. Və Y, X imtahandan Y bal yığıb. Sonra deyir bu sonuncu imtahandan 50 bal yığarsa, bütün imtahanlardan yığdığı orta bal 50 olar. Orta bal tapmaq üçün biz neyini uşaqlar? Orta bal tapmaq üçün yığdığı balları imtahan sayına bölürük. Deməli, imtahanların əvvəlki yığdığı bal Y idi. Sonuncudan da 50 bal yığdı. Üstünə 50 gəlirik. Oldu. Axırıncı imtahanla bir yerdə balların cəmi Y üstəgəl 50. Və bölürük sayına. Say da ki, əvvəl X imtahan vermişdi. Sonuncunu da verəndə bir dənə də imtahan sayı artmış olur. Belə olan halda orta balımız 50-dir. Deyir, yox, o imtahandan əgər 74 bal yığarsa, yəni onsuz Y bal yığmışdı əvvəldən. Sonuncudan da 74 bal yığsa, onda orta bal 56-dır. Orta bal tapmaq üçün yenə sayına bölürük. Yenə də X üstəgəl 1-ə bölürük. Bu zaman deyir 56 olar. Burada biz nə edə bilərik? Belə deyək ki, məxrəclər eynidirsə, uşaqlar, məxrəclər eynidirsə, onda biz məxrəclərin yerini dəyişək. Bu şəkildə yazaq ki, Y üstəgəl 50 böl 50. Burada isə Y üstəgəl 74 böl 56. Elə bil ki, buradan da X plus 1 tapmış olduq. Belə yazaq, X plus 1 tapmış olduq. Buradan da X plus 1 tapmış olduq. İkisi də eyni ifadəni belə deyək ki, göstərdiyinə görə, onda biz bu kəsirləri bərabərləşdirə bilərik. Bərabərdir Y üstəgəl 74 böl 56. Yəni bir sözlə bizim bu bərabər etdiyimiz kəsirlər imtahanların sayını göstərir. İmtahan sayını göstərir. Burada 56 ilə 50-yə xüsərləsək, demək, tutaq ki, 2-yə xüsərləsək 25, burada isə 28 alınır. Çarpaz vursaq 28Y üstəgəl 28 vur 50. Bərabərdir. 25Y üstə gəlinsin 25 vur 74-ə. 25-i sola atsaq olacaq deməli 28Y-dən çıxacaq 25Y bərabərdir 25 vur 74-dən isə çıxmalıyam 28 vur 50-ni. Burada da alınır ki 3Y-imiz bərabərdir. Bunların ikisindən 25-i çıxsaq, deməli 25-i ortaq çıxartsaq, qalacaq 74 çıx. Buradan 28 qalır, 50-dən də 2 qalır. Yəni 28 ilə 2 yaranda 56 edir. 74-dən də 56-nı çıxanda edir 18. 3 ilə də 18-i xüsərləsə, Y bərabərdir 25 vur 6, o da eləyər 150. Y 150-dir. Yəni Y də bizə nəyə göstərdi? Əvvəlki imtahanların yığdığı ballar. Amma o balı yox, deyir tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdi. Bizə imtahan sayı lazımdır. X və sonra isə sonuncu imtahanda dediyinə görə üstünə 1-də gələcək. İndi gəlin baxaq görək X tapmaq üçün harada qoyaq. Y-i 150 veribsə, gətirib yerinə qoyaq. Tutaq ki, elə birincə də qoya bilərik, fərq eləməz. Burada qoyaq tutaq ki, yazaq ki, X üstəgəl 1 bərabərdir. Y-i yenə 150 qoysa, 150 üstəgəl 50 bölünsün 50. O da eləyər 200, 250-yə bölsək, eləyər 4. X üstəgəl 1-imiz əgər 4-dürsə, X də bərabərdir 4 çıx 1 bərabərdir 3. Əslində biz X-i tapdıq, onsuz da bizdən ümumilikdə soruşursa, yəni X üstəgəl 1 soruşur. X əvvəldən imtahan vermişdi, bir dənə də sonradan verdi. Yəni ümumilikdə 4 dənə imtahan verir. Burada 3 tapmağa ehtiyac yoxdur. Ümumilikdə X plus 1 imtahan vermişdi, yəni əvvəldən yazmışdıq ki, X imtahan verib, birində sonradan verdi axırda. O da bizdə 4-ədir. Cavabımız olacaq 4. Gəldik 104-ə. 104-də isə deyir ki, A parametrin hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həll olmaq üçün
yenə yazırıq. Demək ki, A1-in A2 nisbəti bərabər olmalıdır B1-in B2-yə nisbəti. O da bərabər olmalıdır C1-in C2-yə nisbəti. Yəni bir sözlə desək, x-ların əmsalı və y-lərin əmsalına nisbəti bərabər olmalıdır sərbəst hədlərin nisbətinə. Bax, x-in əmsalı burada a plus 1-dir, burada isə a-dır. Onda yazırıq a plus 1 bölünsün a. Bərabər. İliklərin nisbətlərində isə 8 bölünsün a üstəgəl 3. O da bərabərdir 4a-nı bölürük 3a minus 1-ə. 4a-nı bölürük 3a minus 1-ə. Və buradan a-nın hansı qiymətində sonsuza da həlli var. Baxaq. Biz elə bir a tapmalıyıq ki, hər iki deməli tənasibi ödəsin. Tutaq ki, birinci bu tənasibi həll eləyək. A üstəgəl 1 vurulsun, çarpaz şəkildə vuraq. A üstəgəl 3-ə. Bərabərdir 8-i də vururuq a-ya. Bir də ikinci bərabərlik eləyəcək. Yəni 8-i, daha doğrusu birinci qoy bunu yazaq. Deməli a üstəgəl 3-ü vurmalıyıq 4a-ya. O da bərabərdir 8-i vurmalıyıq 3a minus 1-ə. Bunu vurub açsaq, nə alınır görək? A kvadratı üstəgəl 3a üstəgəl a üstəgəl 3 bərabərdir 8a. Burada alınır ki, a kvadratı 3a-nı a-nı toplasaq 4a. Bu 8a da sola gəlsə olacaq mənfi 8a. 4a-dan da 8a çıxanda olacaq mənfi 4a və üstəgəl 3 bərabəri 0-a. Bunu həll eləsək viyyətə görə cəmi 4, hasili isə 3 və ədədləri tapaq. Bunlar da 3 ilə 1-dir. 3 ilə 1 tapdıq. İndi bura baxaq, vurub açaq. 4a kvadratı üstəgəl 12a bərabər. 8-i 3-ə vursaq 24a çıx 8. 4a kvadratı 24a-nı sola atsaq. Olar mənfi 24a. 12a ilə toplasaq mənfi 12a. Mənfi 8-ə sola atsaq müsbət 8 bərabər 0. Hər tərəfi də 4-ə bölsək a kvadratı çıx 3a üstəgəl 2 bərabər 0. Yenə viyyət teoreminə görə cəmi 3 verən, hasili isə 2 verən ədədlərə baxaq. Bunlar da 2 ilə 1. Və baxırıq ki, hər ikisində ortaq kök hansıdır? Hər ikisində ortaq kök 1-dir. Bizə lazımdır ki, hər ikisini eyni vaxtda bərabərləşdirsin. Deməli, cavabımız olacaq 1. Deyir, A-nın hansı qiymətində? 1 qiymətində. 3 ilə 2-ni götürmədik. Çünki onlar ortaq uyğun gəlmir. 105-ci sualda isə deyir, həlli yoxdur. Həlli yoxdurun qaydası nə idi bəs? A1, A2 bərabərdir B1 böl B2 fərqlidir C1 böl C2. İndi baxaq, x-in əmsalı 3 bölünsün A üstəgəl 1-ə bərabərdir. A çıx 1-in də y-in aşağıda əmsalı 1-dir. A çıx 1-in 1-ə nisbəti, o da bərabərdir 2-nin a-ya nisbəti. Həlli yoxdursa, daha doğrusu biri bərabər olmalı, biri fərqli olmalıdır. Baxaq. Birinci bu tənasibi işləyək. Olacaq belə. A üstəgəl 1 vurulsun A çıx 1 çarpaz vururuq. Bərabərdir 3 vur 1-ə. Olur A kvadratı çıx 1 bərabərdir 3. A kvadratı bərabərdir 3 üstəgəl 1 yəni 4. A da bərabərdir plus minus 2-yə. Bu bərabər eləmək üçündür. İndi biz baxırıq ki, deməli, ikinci tənasübdə A çıx 1 vurulsun. Ya da burada heç yazmasaq da olar, yerinə qoyub yoxlamaq daha məsləhət. Məsələn, 2 dənə kök tapmış olar. 2 ilə mənfi 2, düzdür, mənfi 2, bir də 2. 2-ni yerinə qoyub yoxlasaq, uşaqlar burada, bu hissədə. Elə eləməliyik ki, fərqli olsun. Görə ödəyir. Mənfi 2 qoysaq, mənfi 2 çıx 1 böl 1 fərqli olmalıdır 2 böl mənfi 2-dən. Mənfi 2-dən 1 çıxanda olur
mənfi 3 böl 1 fərqlidir. 2 ilə mənfi 2-yə böləndə mənfi 1 eləyir. Həqiqətən də mənfi 3 mənfi 1-dən nədir? Fərqlidir. Deməli, mənfi 2 ödəyir. İndi 2-ni yerinə qoysaq, həmin bu yerdə olacaq 2 çıx 1 böl 1 fərqlidir 2 böl 2. 2-dən 1 çıxanda 1 böl 1. 2-ni də 2-yə böləndə yenə də 1. Buradan da alınır ki, 1 bərabərdir 1-ə. Yəni 1-in 1-dən fərqliliyi alınmır. Onda biz burada fərqlilik yox. Nə yazmalıyıq? Bərabərlik. Bizə isə nə lazım idi? Yerinə qoyanda 2-ni burada fərqlilik yaratsın. Amma fərqlilik yaratmadı. Bərabərlik yaratdı. Ona görə 2-ni kök olaraq götürmürük. Olur mənfi 2. A-nın mənfi 2 qiymətində bu təmizlər sisteminin həlli yoxdur. 2-ni olaraq götürərdik ki, sonsuz sayda həll olsun. Yəni, 3-cüyə də bərabər eləsin. Amma bizə bərabər olmaması lazımdır. Çünki həlli yoxdur deyir. Cavabımız oldu mənfi 2. 106-ya baxaq. 106-da isə sonsuz sayda yenə həll deyir. Baxaq görək. Burada necə nəticə çıxacaq? 106. Yenə də 3-ü də bir-birinə bərabər olmalıdır nisbətlər. 2-ni bölürük 3 çıx A-ya. 2 üstəgəl A-nı bölürük A-ya. Bərabərdir 3 A-nı da bölürük A üstəgəl 1-ə. Birincini vursaq 3 çıx A vurulsun 2 üstəgəl A. 2-ni də vururuq A-ya. Həmçində burada 2 üstəgəl A vurulsun A üstəgəl 1-ə. Bərabərdir 3A vurulsun A-ya. 6 çıxılsın, üstə gəlsin 3A çıx 2A çıx A kvadratı. Bərabərdir 2A-ya. Burada da həmçinin 2A üstəgəl 2 üstəgəl A kvadratı üstəgəl A. Bərabərdir 3A-nın kvadratını. İndi bunu səliqə ilə yığsaq olur. Mənfi A kvadratını sağa atsaq. Müsbət A kvadratı. 3A-dan 2A çıxsaq. A. Bu A-nı da sağa atsaq. 2A-dan A çıxanda mənfi üstə gəlib. Yenə A. 6 da sağa keçsə olur çıx 6. Bərabər 0. Buradan Viet teoreminə görə cəmi, yəni A1 ilə A2-nin cəmi mənfi 1 olmalıdır. Hasili isə mənfi 6. Bu da bizdə mənfi 3 və 2-dir. 2 dənə kök ayırdı. İndi gəlirik bura. A kvadratını sağa atsaq, 3A kvadratından A kvadrat çıxanda 2A kvadrat. 2A-nın A-mız 3A verir, keçdi sağa 3A. Onu 2 ilə sağa atırıq, çıx 2. Kvadrat dənkdə hamısını 1000 ilə yığırıq ki, sağ tərəf 0 olsun. Deməli, oldu 2A kvadratı. Çıx 3A, çıx 2. Burada da baxırıq ki, Viet getməz. Viet getməz. Diskriminantla işləyə bilər. Diskriminant bərabərdir B kvadratı çıx 4AC ilə. O da bərabərdir 3-ün kvadratı 9 çıx 4 vurulsun A-mız 2-dir, C-miz də mənfi 2-dir. O da 9 üstəgə olacaq çünki mənfi vururuq. 4 vurur 2 8, 8 də 2 vursa 16. Bərabərdir 25-ə. D-ni tapandan sonra A1 tapırıq. A1 bərabərdir mənfi B üstə gəl kökdə bölünsün 2A-ya. Yəni B-miz mənfi 3 idi. Olacaq 3 üstə gəl kök altda 25-dən 5 çıxar. Bölünsün 2 vur 2. Çünki A-mız da 2-dir. 8-i 4-ə bölsək eləyər 2. A2-miz isə bərabərdir. Həmin hesablama sadə çıxma ilə 3 çıx 5 böl 4. O da eləyir mənfi 2 böl 4. O da eləyir mənfi 2-də 1. O da mənfi 0.5 eləyir. Mənfi 0.5.
1 kökü 2'dir, 1 kökü -5. Hər ikisini də bərabərləşdirən ortaq kök olmalıdır. Ortaq kökümüz də göründüyü kimi hər ikisində 2'dir. Cavabımız olur 2. 107-ci sualda məktəbin zalında skamyalar quraşdırılıb. Əgər hər skamyada 5 şagird otursa, tutaq ki, uşaqlar bizim, belə deyək ki, yazaq 107-ci sualda. Biz hələ skamyaların sayını bilmirik. Onsa bizdə də axırda soruşduğu odur ki, skamyaların, deməli, zalda neçə skamya quraşdırılıb? Burada sual budur. Deyək ki, skamyalarımızın sayı x olsun. Əgər hər skamyada 5 şagird otursa, indi skamyanın sayı x-sa, gəl şagirdlərin sayını yazaq da bura. Şagird sayı. Biz şagirdlərin sayını tapmaq üçün nə edərik? Əgər 5-5 otursalar, 8 skamya çatmayacaq. 8 skamya çatmırsa, biz gələk uşaqları hamısını otuzdurmaq üçün 8 skamyada gedib əlavə gətirməliyik. Düzdür? Ona görə yazırıq ki, 5 vurulsun, yəni 5 otuzdurmaq üçün bizə x skamyamız var, əlavə 8 dənə skamya gətirməliyik. Çünki deyir, əgər buradakiləri otuzdursa, 8 skamya çatmaz. Deməli, mənə əlavə 8 dənə skamya lazımdır. Bərabərdir. Əgər hər skamyada 6 şagird otursa, yəni 6 otuzdurmalı olsa, 2 skamya boş qalacaq. 2 skamya boşdursa, deməli, mən bu skamyaları götürüb aparmalıyam. Yəni, buradan zaldan çıxartmalıyam. X sıx 2. Yəni, o 2 skamyanı boş edirəm. Çıxarıb kənara qoysam və 6 otuzdursam uşaqları, şagirdlərimin sayı bilinər. 2 dənə tənlik qurmaqla şagirdlərin sayını yazırıq və bunları açırıq. 5x üstə gəlinsin 40 bərabərdir. 6x çıxılsın 12. 5x sağa keçsə olur x. Mənfi 12-dən sola aparsaq, olar 52. X 52-dir. Bizdən də skamya sayı soruşuldu, 52-dir. Əgər şagird sayını soruşsa, uşaqlar 52-ni gətirib, ya birinci tənlikdə, ya da ikinci tənlikdə yerinə qoyub tapa bilərsiniz. 108-ci suala baxaq. Bütün sıralarda bərabər sayda oturacağı olan teatr zalı 150 tamaşaçı tutumuna malikdir. Deməli, təsəvvür elə ki, bizə teatr zalı verilir. Teatr zalında necə olur? Deməli, sıralar olur, oturmaq üçün sıralar və sıraların da hər birində müəyyən oturmaq üçün yerlər olur da, belə deyək. Bir yerlər olur. Biz nə sıraların sayını bilirik, nə yerlərin sayını bilirik, düzdür? Tutaq ki, yazaq ki, buradakı sıralarımın sayı x-dir. Burada da qeyd edək, sıra sayı tutaq ki, x-dir. Və hər sıradakı yerlərin sayı isə yer sayı, bir sıradakı yerlərin sayıdır, y deyək. Yazaq, bir sıradakı yer sayı da nə olsun? Bizdə y olsun. Bu x olsun, bu y olsun. Və əgər deyirsə ki, teatr zalı 150 tamaşaçı tutur, biz sıraların sayını vurmalıyıq, hər sıradakı tamaşaçıların sayına tapmalıyıq ki, nə qədər orada tamaşaçı var. Demək, əvvəldən tutumumuz 150-dir. X-i y-ə vurub, sıralardakı yerlərin sayına vuranda 150-ni yaza bilirik. Sonra deyək ki, tamaşaçı tutumunun artırılması məqsədi ilə sıraların sayını bir vahid, yəni sıra sayı x-dir, düzdür? Deməli, yenisini yazaq da, yeni halda, yeni formada. Sıraların sayını bir vahid artırıb, sıralardakı yerlərin sayını isə 3 vahid artırdılar. Yəni, yer sayını isə y-in üstünə 3 gəldilər. Bu zaman yerlərin ümumi sayı 48 vahid artdı. Yəni, 150 idi, 150-nin üstünə 48 gəldi, oldu 198. Onda yeni yerləri də saymaq üçün yenə də sıraların sayını vurmalıyıq sıradakı yerlərin sayına bərabər eləməliyik 198-i. Bax, bu cürlə sistemimizi qurub işləyəcək. Burada da genişləndirmədən əvvəl zalda neçə sıra var? Yəni, x-i soruşur bizdən, genişləndirmədən əvvəlki. Bizdən soruşduğu x-dir. Bunu necə işləyəcək? Baxaq. Deməli, vurub açsaq bunu, olur x, y, üstə gəl 3x, üstə gəl y, üstə gəl 3. Bərabərdir 198. Gördüyümüz kimi x, y onsuz da bizə 150 verib. Bura 150 yazsaq, 3x üstə gəl y, bərabərdir 3 sağa atsaq, 198-dən 3 çıxsaq, 195 alınır. 195.
Və burada da alınır ki, y üstəgəl 3x bərabərdir 195-dən də 150-ni çıxsa, 150-ni sağa atanda çıxılır, olur 100, daha doğrusu 195 çıx 150 qalır 45. Y üstəgəl 3x-imiz 45-dirsə və hasili də tezdən gətirib burada yazsaq, yəni bunları qarşılaşdırsaq, x-y hasilimiz 150-dirsə, bu tənliklər sistemini işləməliyik. Və buradan nəyi tapmalıyıq? Biz buradan x-i tapmalıyıq. Çünki sıraların sayını dedik ki, x-dən ifadə eləmişik. X-i tapmaq üçün onda burada y-i əvəz eləyək. 45 çıx 3x sağa ataq. Y-in yerinə 45 çıx 3x yazsaq. Bax, buradakı y-in yerinə. Onda yazacağım x vurulsun 45 çıx 3x bərabərdir 150-yə. Onda olacaq 45x çıxılsın 3x x-ə vursaq 3x-in kvadratı bərabərdir 150. Hər tərəfi də 3-ə bölsün. Olacaq 15x çıx x kvadrat bərabərdir 50. Bu kvadratla x-i sağa atsaq x kvadrat çıx 15x üstəgəl 50 bərabər 0. Cəmi, yəni x1 ilə x2-nin cəmi 15 verən, hasili isə 50 verən. Və ya bu misaldan işləmişdik, demək olar ki, məsələdən daha doğrusu. 50 və almaq üçün 5 və 10 ola bilər. Burada iki cavab gələcək, 5 və ya 10. Bu bizim hansı məsələyə oxşuyur? 100-cü məsələyə. 100-cü məsələdə demək olar ki, 10 kimi idi. 109-a da baxaq. 109-cu məsələdə deyir ki, 120 turistin daşınması üçün nəzərdə tutulmuşdur. Bunun üçün hər birində eyni sayda olan bir neçə avtobus tutulub. Tutaq ki, uşaqlar avtobus sayı x olsun, avtobusdakı yerlərin sayı y olsun. Deməli, turistlərin sayda 120-dir. Bu avtobusdan ümumi tutumu da 120 edir. Onda da çıxır ki, x-i y-ə vuranda avtobusdan yerlərin sayına vuranda 120 turistə çatır. Sonra deyir, 6 turist çox gəldiyi üçün, yəni 120 yox, 126 turist gəlib də elə bilin. Olub 126 turist. Bu 126 turisti yerləşdirmək üçün deyir. Bir ədəd eyni tutumlu avtobus əlavə edildi. Yəni avtobusların sayı olduğuna x üstəgəl 1 və hər avtobus əvvəl nəzərdə tutulduğundan 2 turist az mindi. Yəni y adam minirdisə, indi y minus 2 adam mindi. Bu turistlərin daşınması üçün əvvəl neçə avtobus nəzərdə tutulmuşdur? Bizdən əvvəlki x-i soruşur. Deməli, əvvəl x avtobus var idi, y yer var idi. Vuranda 120 eləyirdisə, avtobusdan sayını 1 artırıb, ora minənlərin sayını 2 nəfər azaldanda, yəni y çıx 2 azaldanda, bunları vuranda artıq 126 turist edir. Çünki 6 turist də artıq gəlir. Və bunun sistemi alırıq. Yenə vurub açaq. Vurub açanda olacaq x, y çıx 2x üstəgəl y çıx 2 bərabərdir 126-ya. X, y-imizin yerinə yenə 120 qoyuruq. Çıx 2x üstəgəl y bərabər mənfi 2-nə sağa ataq 128. Buradan alırıq ki, y səliqə ilə yaz. Çıx 2x bərabərdir 120-nə sağa atsaq 128-dən 120-ni çıxanda bərabərdir 8 olar. Y-i də əvəz eləsək, mənfi 2x sağa keçsə olacaq 2x üstəgəl 8. Bunu yazarıq. Bunu aparıb hasildə yerinə qoysaq, baxın burada. Hasil yerinə qoysaq, olacaq onda x vurulsun 2x üstəgəl 8 bərabərdir 120-yə. Vurub açanda 2x kvadratı üstəgəl 8x bir dəfəlik çıx 120 bərabərdir 0. Hər tərəfi 2-yə bölsək, x kvadratı üstəgəl 4x çıxılsın 60 bərabər 0. Və fikirləşirik. Cəmi mənfi 4, hasili isə mənfi 60 verən ədəd. Bunlar hansı ədədlərdir? Hansı ədədlər ola bilər? 10 ilə 6. 10, 6
Cəmi -4 olması -10-dan 6 olur. -10-u götürmürük, çünki -10 sayıla bilməz. Götürürük 6-nı. Demək, x-imiz 6-dır. X nəyi göstərirdi bizdə? Avtobusların sayını. Bizə deyir, turistlərin daşınması üçün əvvəl neçə avtobus nəzərdə tutulub? Əvvəl 6 avtobus nəzərdə tutulub. Bu qədər uşaqlar, sağ olun, salamat qalın. Növbəti videoda görüşərik.